Hər birinizi salamlayıram uşaqlar. Bu günlərin biz sizinlə Teymuri dövlət haqqında danışacağıq. Deyirik nə baş verdi? Çingizxan ölməmişdən əvvəl vəsiyyətnamə yazdırdı və dövləti 4 dənə oğlu arasında uluslara böldü. Onlardan biri də hansı idi? Cağatay ulusu idi. Deyirik Cağatay ulusu Mərkəzi Asiyada yerləşirdi. Xarəzm, Mavərən nəhri əhatə eləyirdi və Monqol dövlətinin parçalanmasından sonra müstəqil olmuşdu. Amma digər Monqol uluslarından fərqi nə idi? Çünki bu Cağatay ulusu əsasən digər Monqol uluslarının əhatəsində yerləşirdi. Ona görə də işğalçı yürüşlər həyata keçirməmişdi. Əsasən bütün gücünü hara sərf eləmişdi? Daxili çəkişmələrə sərf eləmişdi. Hətta deyir ki, 14-cü əsrin ortalarında Monqolistan və Mavərən nəhri kimi dövlətlərə parçalanmışdı. Yaxşı, gəlin biz danışaq kimdən? Teymurun sərkərdəlik dövrünə. Deyirik, Teymur nə edirdi? Gənc yaşlarında hərb işini yaxşı öyrənməkdən ötürü Cağatay ulusunun Səmərqənd və Bəxr hakimi var idi, Əmir Qazan. Onun yanında xidmətə başlayır. Əmir Qazandan sonra da oğlu gəlir Əmir Hüseyn. O Əmir Hüseyn də Teymurla ittifaq qurmuşdu. Hətta deyir ki, bu ittifaqı möhkəmləndirməkdən ötürü Teymur Əmir Hüseynin bacısı ilə də evlənmişdi. Aha. Deyirik, bunlar neyinirlər? İkisi birləşirlər 1365-ci ildə. Teymurla Əmir Hüseyn. Gedirlər Mavərən nəhrə Cağatay hakimi Toğluq Teymuru məğlub etməyə, lakin özləri məğlub olurlar. Həmin vaxtı Sərbədarilər üsyanı qalxmışdı 1365-1366-cı illərdə. Harda qalxmışdı Sərbədarilər üsyanı? Deyirik ki, əsasən Mərkəzi Asiyada və İranda. Kimə qarşı qalxmışdı? Monqol zülmünə qarşı qalxmışdı. Kimlər qaldırmışdı üsyanı? Sənətkarlar. Aha, nə baş verdi? 1366-cı ildə Əmir Hüseynlə Teymur tərəfindən yatırıldı. Ondan sonra tək hakimlik etməyi uğrunda Əmir Hüseynlə Teymur arasında mübarizə gedirdi. Və nəhayətində 1370-ci ildə Teymurun qələbəsi ilə Teymurilər dövlətini yaratdı. Düzdür ki, bu Çingizxanın nəslindən gəlmədiyinə görə hökmdar ola bilməzdi. Ona görə də fətlərdən sonra dövlətini Turan, özünü isə Turan sultanı adlandırmışdı. Gəlin biz Əmir Teymurun hərbi yürüşləri haqqında danışaq. Deyirik, nədir? 14-cü əsrin 70-ci illərində bütün Mərkəzi Asiyanı ələ keçirdi. Lakin Xarəzmin tabe edilməsi deyir ki, 14-cü əsrin sonlarına qədər nə vardı? Uzandı. Bundan sonra diqqətini yönəldir hara? İrana. Deyirik ki, 1385-1388-ci illərdə birinci 3 illik yürüşü baş verdi Əmir Teymurun. Biz bunu Azərbaycan tarixində keçmişik də sizin də Əmir Teymurun 3 illik yürüşü haqqında. Ələ keçirdiyi ərazilər, gəlin görək 1385-1388-ci illərdə haralar ələ keçirdi? Deyirik, İrandır, Ərəb İraqıdır, eyni zamanda Cənubi Qafqazdır, bir çox Anadolu hakimləridir, Hələbdir, Şamdır. Bu şəhərləri ələ keçirdi və hətta biz Azərbaycan tarixində deyirik ki, yarımçıq dayandırdı bu yürüşü. Niyə? Çünki Toxtamış Səmərqəndə, Buxaraya hücumlar eləmişdi. Gəlin görək Qızıl Ordu ilə münasibətlər necə idi? Bax, bu Əmir Teymur Qızıl Ordu hakimiyyətə gəlməsində Toxtamışa kömək eləmişdi. Lakin Toxtamışda bunların aralarında inciklik yaranmışdı. Çünki deyirdi ki, Cənubi Qafqaz bölgəyə əsasən bizə çatmalıdır. Cənubi Qafqaza eyni zamanda Mərkəzi Asiyaya qarətçi yürüşlər eləyirdi Toxtamış. Və 1387-1395-ci illərdə Teymurilərlə Qızıl Ordu arasında döyüşlər baş verir ki, bunların da ən lazımlısı 1395-ci ildə olan Terik döyüşüdür. Deyirik, Əmir Teymur qələbə çaldı, hətta Saray Bərkə şəhərini tutub dağıtdı, Qızıl Ordunun şərq vilayətlərini ələ keçirdi. Artıq nə oldu? Bundan sonra Qızıl Ordu dövləti özünü bir daha düzəldə bilmədi və parçalanmağa başladı. Ondan sonra neyinir? Gedir Moskva knyazlığı üzərinə xəbər gəlir ki, Mərkəzi Asiyada qarışıqlıq var, üsyanlar var. Ona görə məcbur qalır Moskva knyazlığı üzərinə gedə bilmir, Mərkəzi Asiyaya qayıdır. Bu da nəyə gətirib çıxardır? Moskva knyazlığının yüksəlişinə gətirib çıxardır. 1398-ci ildə Hindistana səfər elədi. Hindistanda hansı dövlət var idi? Dehli Sultanlığı. Yaxşı, Əmir Teymurun Hindistana getməkdə səbəbi nə idi? Niyə getmək istəyirdi Hindistana? Çünki oranın zəngin sərvətlərini ələ keçirmək istəyirdi. Bəli, getdi, Hindistanı işğal elədi, oranın zəngin sərvətlərini ələ keçirdi. Hətta Dehli Sultanlığı da özündən asılı vəziyyətə saldı. Ondan sonra
hara Osmanlıya yürüş elədi. Biz də bunu Azərbaycan tarixində bildikdə dediyi Əmir Teymurun 3-cü yürüşü 1399-da gəlib çıxır bu ərazilərə və 1402-ci ildə də Osmanlı ilə müharibə aparır. Yaxşı, Osmanlıya yürüşünün səbəbləri nə idi? Niyə yürüş elədi? Bəli, ilk növbədə biz dedik ki, bu Qara Yusif Nəcəlalili Sultan Əhməd gedib sığınmışdı İldırım Bayazıda. Onu istəyir, onu vermir. Və səbəblərindən biri budur və digər səbəblər də oydu ki, dedik ki, iqtisadi məqsədlər güdürdü Əmir Teymur. Ön Asiyanın mühüm ticarət mərkəzlərinə sahib olmaq istəyirdi. Ona görə də deyirik ki, bunların arasında 1402-ci ildə Ankara döyüşü baş verdi. Ankara fəlakətdə deyirik. Deyirik, həmən döyüşdə Hindistandan gətirdiyi fillər sayəsində Əmir Teymur qələbə çalır, Osmanlılar ağır məğlubiyyətə uğradır, hətta İldırım Bayazdı əsir götürür, dövlət dövlətləri arasında bölür. Bundan sonra nə oldu? Hətta biz onu keçən dərsimizdə dedik, fasiləsiz zəng çalınır Avropa ölkələrində. Sevinirlər də, bunlar Osmanlı işğallarından azad olurlar. Yəni bu Əmir Teymur özü də işi peşəsi ancaq türklərlə olubdu. Qıraq yerindən iş olmuyor. Türkləri qırıb batırırmış. Ki, vahid nə bilim, Turan dövləti yaradacaq və s. və ilaxır. 1405-ci ildə Çinə yürüş ərəfəsində Çinə yürüş ərəfəsində vəfat edir. Yəni Çinə gedib çıxa bilmir bu. Sadəcə olaraq hazırlıq ərəfəsində öldü. Yaxşı, bura qədər məsələ aydındır. Bu nədir? Yürüşlərində iqtisadi məqsədlər. İndi biz danışaq nə? Əmir Teymurun daxili siyasətindən danışaq. Deyirik ki, bu da Çingizxan kimi qəddar və amansız müharibə aparırdı. Amma ondan fərqi var idi ki, iqtisadi məqsədlər güdürdü. Biz bunu hardan bilirik? Məsələn, deyirik, ələ keçirdiyi ərazilərin tanınmış sənətkarlarını, tacirlərini hara aparırdı? Buxarıya, Səmərqəndə aparırdı ki, oranın iqtisadiyyatı, mədəniyyətini inkişaf elətdirsin. Bundan başqa deyir ki, Əmir Teymurun İslam dininin nüfuzunun artmasında böyük xidmətləri olmuşdu. Bundan başqa qanunlar toplusu. Qanunlar toplusu kimdə var idi? Qanunnamə Azərbaycan tarixində dedik, Həsən Padşahda var idi. Eyni zamanda Mərzban ibn Məhəmməddə var idi. Sonra biz Şəki xanlığı keçəcəyik ki, Şəki xanı var. O da qanunnamə qəbul elətdirmişdi. Bundan başqa 2-ci Mehmetin də var idi qanunnaməsi və Teymurun da qanunnaməsi var idi ki, deyirik ki, orada da dövlətlərin itaətdə saxlamaqdan ötürü yaratmışdı bu qanunlar toplusunu. Və deyirik, dövləti də neynədir? Bu da uluslara böldü. Dövlətin uluslara böldü və uluslarda valilər idarə eləyirdi. Teymurlu intibahı nədir? Teymurlu intibahının əsası ilə Teymurun dövründə qoyulur və deyirik, onun varislərinin dövründə də əsasən inkişaf elətdirilir. 1405-ci ildə Əmir Teymur öldü. Ondan sonra hakimiyyət uğrunda mübarizə başlayır və 1409-cu ildə Şahrux qələbə çaldı. Deyirik, Şahrukun dövründə nə baş verir? Paytaxtı Səmərqənddən Herata köçürdü. Qeyd elədik. Səmərqənddən Herata köçürdü. Və eyni zamanda dövlətin əvvəlki qüdrətini yenidən canlandırmağa başladı. Dedik, gəldi Qarı İskəndəri taxtdan saldı Qaraqoyunlu hökmdarı. Onun qardaşı Cahanşahı çıxartdı. 1436-dan 1447-ci ilə qədər Cahanşah bunlardan asılı vəziyyətdə dövlət idarə edir. Bax, bu Şahruxdan gedir söhbət. Bəli, deyirik ki, Qaraqoyunları asılı vəziyyətə salır 1436-dan 1447-ci ilə kimi. Eyni zamanda Qızıl Ordu və Osmanlı dövlətləri ilə normal münasibətlər qurmuşdu. Atasından fərqli olaraq. Atası onlarla mübarizə aparır, bax, Əmir Teymur. Amma bu normal münasibətlər qurmuşdu. Hətta Çin ilə ticarət əlaqələrini genişləndirmişdi. Yazmışıq Səmərqənd və Herat. Nə idi bu? Deyirik, Səmərqənd və Herat əsas mədəniyyət mərkəzlərinə çevrilmişdi bunların dövründə. Hətta Teymurlu intibahı ən yüksək zirvəyə çatmışdı. Aydın oldu mu? Əmir Teymurdan fərqli olaraq Şahrux. Deyirik ki, savaş və fətlərə önəm vermirdi. Eyni əsas işi nə idi bunun? Daha çox elm, mədəniyyət, quruculuq işlərinə fikir verirdi. Bundan sonra gələcək bunun qardaşı Uluq bəy, bu da astronom idi, siyasət adamı deyil idi. Əsas diqqətini hara ayırmışdı bu? Mədəni həyata. Eyni zamanda deyirik ki, Osmanlı dövləti ilə də mədəni əlaqələr qurulmasına üstünlük verildi. Siyasi savadı, bacarığı da az olduğuna görə hakimiyyətdə çox qala bilmir. 1447-dən 1449-cu kimi hakimiyyətdə olur. Ondan sonra gəlir Əbu Səid. Əbu Səidin də adını biz Azərbaycan tarixində eşitdik. Nə idi?
Cahanşahla əlaqələr qurması, Cahanşahın bunu Teymuri taxtından salması, yenidən Teymuri taxtından çıxartması və nəhayətində 1469-cu ildə Həsən Padşah tərəfindən Muğanda mühasirəyə alınıb öldürüldü. Aha, ondan sonra gələcək sonuncu hökmdarı yox, sonuncu ən güclü hökmdarı olan kim? Hüseyn Bayqara. 1470-dən 1505-ci ilə kimi hakimiyyətdə olubdu. Deyirik o müəyyən qədər dövləti dirçəltdi, lakin bu öləndən sonra bunun oğlu var idi. Biz dedik ki, Şah İsmayıl tərəfindən himayə olunurdu Teymuri hökmdarı. Onları Şeybanilər dövləti taxtdan saldı 1507-ci ildə Teymuri hökmdarını. Herat ələ keçirdi və bununla da nə baş verdi? Teymurilər dövlətinin varlığına son qoyuldu. Aha. Bu bizim Teymurilər dövlətimiz. İndi danışırıq 11-16-cı əsrlərdə. Nədir bu? Mədəniyyətdir. Türk və Şərq xalqlarının mədəniyyətidir. Yaxşı, bura yazmışıq ki, Nizamiyyə mədrəsəsi. Dedik ki, nə vaxt açılmışdı bu? 11-ci əsrin 60-cı illərində Bağdadda inşa olunmuşdu. Kim tərəfindən? Nizam Mülk tərəfindən. Amma Nizam Mülk də əmri almışdı Alparslanın göstərişi ilə. Alparslan Nizam-ı Mülk yazmışıq. Bəli, deyirik ki, bura nə idi? Müsəlman şərqinin və eyni zamanda dünyanın ilk universitetlərindən biri hesab olunurdu. Burada tək dini biliklər deyil idi. Astronomiya var idi, eyni zamanda riyaziyyat idi, hüquq idi, tarix idi. Bunlar haqqında dərslər də verilirdi. Hətta Azərbaycan böyük alimi var idi, Xətib Təbrizi. Burada 40 il dərs demişdi. Bundan sonra biz danışacağıq həmin dövrün tanınmış astronomları. Məsələn, Ömər Xəyyam. Ömər Xəyyam nə iş gördü? Deyirik ki, İsfahan rəsədxanasının tikilməsinə rəhbərlik eləmişdi. Eyni zamanda Məlikşahın şərəfinə Cəlali təqvimini hazırlamışdı. Bundan başqa Məlikşah cədvəli hazırlamışdı. Deməli, burada məsələ belədir. Ömər Xəyyam İsfahan rəsədxanasının tikintisinə rəhbərlik eləmişdi. Eyni zamanda Məlikşahın şərəfinə Cəlali təqvimini tərtib eləmişdi və Məlikşah cədvəlini hazırlamışdı. Bundan sonra var Mahmud Kaşxari. Bəli, deyirik ki, ulduz büclərinin dövrü adını tərcümə eləmişdi və eyni zamanda 1077-ci ildə nədir bu? Divani Lüğət İt Türk. Bəli, bax bunu. Bu əsərini yazmışdı. Bundan sonra var bizdə Uluqbəy. Uluqbəyin adını biz eşitdik də 1447-1449-cu illərdə Teymurilər dövlətinin hökmdarı olmuşdu. Lakin siyasi bacarığı zəif olduğuna görə çox hakimiyyətdə qala bilməmişdi. Əsas işi nə idi? Astronomiya sahəsində idi. Bəli, deyir ki, hətta Səmərqənd rəsədxanasının tikintisinə rəhbərlik eləmişdi. Səmərqənd rəsədxanasının hündürlüyü nə qədər idi? 55 metr idi. Bəli, deyirik ki, bu işləri görmüşdü. Bundan başqa 13-14-cü əsrlərdə Çində nə hazırlanırdı? Barıt və metal top ixtira edilmişdi. Deməli, barıt ilk dəfə Çində 13-14-cü əsrlərdə ixtira olunmuşdu. Bundan başqa biz deyə bilərik ki, 13-cü əsrdə 73 metr hündürlüyündə Qütb Minar minarəsi. Biz bunu keçdik də adını siz deyin. Dehli Sultanlığında Qütbəddin Aybək tərəfindən tikilmişdi həmin Qütb Minar minarəsi. Eyni zamanda 14-15-ci əsrlərdə Səmərqənddə inşa edilmiş memarlıq abidələri. Məsələn, Gür Əmir türbəsi var ki, biz buna deyirik Səmərqənd memarlığının şah əsəri idi Gür Əmir türbəsi. Eyni zamanda nədir bu? Şahi Zində məqbərəsi var idi ki, bəli, deyirik ki, bu Teymurun və onun varislərinin dövründə tikilmişdi. Eyni zamanda Uluqbəy məqbərəsi var. Bəli, Teymuri hökmdarı Uluqbəy inşa elətdirmişdi bunu 1447-1449-cu illərdə. Yaxşı, yazmışıq ki, 15-ci əsr İstanbulda olan memarlıq abidələri hansı var idi? Məsələn, Çinili köşk var idi, eyni zamanda Topqapı sarayı var idi, Fənərbağça sarayı var idi. Bunlar 15-ci əsr İstanbul memarlığına aiddir. Bundan başqa biz danışaq nədən? Deyir ki, Türk xalqlarının mədəniyyətindən. Məsələn, Piri Rəis var. Piri Rəis nədir? 1513-cü ildə dünya xəritəsini hazırladı. Kimə verir? Sultan 1-ci Səliməyə vermişdi. Hətta deyir ki, Piri Rəis bu xəritəsində Amerika qitəsini də ora yerləşdirmişdi ki, bu da nədir?
Türk səyyahlarının Amerika qitəsinin varlığından xəbərdar olduğunu bildirir. Eyni zamanda Bəhriyyə hara getdi? Bəli, Bəhriyyə dəniz atlası. Bəli, Bəhriyyə dəniz atlasını hazırlayıb kimə vermişdi? Sultan 1-ci Süleyman Qanuniyə vermişdi. Eyni zamanda nə var burada? Evliya Çələbi. Evliya Çələbi nə qarmışdı? Deyir ki, 10 ciltlik Səyahətnamə əsərinin müəllifidir. Aha, Sinan Hoca tərəfindən inşa edilmiş camilər, yəni məscidlər. Məsələn, Şahzadə camisi var idi, eyni zamanda Süleymaniyyə camisi var idi. Bundan başqa Səlimiyyə camisi var idi. Bunlar nə vaxt inşa olunmuşdu? 16-cı əsrdə. Deməli, Şahzadə camisi, Süleymaniyyə camisi və Səlimiyyə camisi, yəni məscidləri 16-cı əsrdə Sinan Xoca tərəfindən inşa edilmişdir. Aha, əla, inanıram ki, bura qədər kifayətdir və eyni zamanda yadımdan çıxmamış Səlimiyyə camisi haqqında da bir neçə məlumat verək ki, deyir 2011-ci ildə nə oldu? UNESCO-nun Ümumdünya Maddi Mədəni İrs siyahısına daxil edilmişdi. Hətta 2-ci Səlimin göstərişi ilə Ədirnədə inşa olunmuşdu. 1568-dən 1575-ə qədər davam eləmişdi tikinti işləri. Hətta Sinan Hoca nə demişdi? Demişdi ki, bu mənim ustalıq əsərimdir.